Göyçay şəhərində mərkəzi küçə və prospektlərdə yollarda piyada zolaqlarının tamamilə silinməsi piyadalara və sürücülərə bir sıra çətinliklər yaradır. Mətbuat Azın bölgə müxbirinin verdiyi məlumata görə mövcud problemlə bağlı yerli sakinlər narazı olduqlarını bildirirlər. Sürücü kimi onu deyə bilərəm ki, şəhərə var, piyada keçidi yox. Amma olsa yaxşı olar. Burada yəni uşaqlarımız var, nəvələrimiz var. Balaca uşaqlar var, hamısı məktəb uşaqlardır. Yəni olsa yaxşı olar ki, təhlükəsizlikdən gözəl nə var. Neçə vaxtdır yoxdur? Hardasa bir il olar da. Amma asfalt vurulub, yəqin ki qoyarlar. Asfalt tezə vurulub, ona görə yəqin yoxdur. Onu demək istəyirəm ki, piyada keçidlərini yeniləsinlər. Yəni axşam vaxtı çox adamlar, sürücülər görmür. Yəni əhalinin sıx olduğu yerdir, yəni şəhərin mərkəzidir. Gecə vaxtları mən özüm də şoferəm, yəni görmək olmur bu keçidləri. Yəni xahiş edirəm ki, bunları yeniləsinlər. Bəzi ərazilərdə piyada zolağının qismən, bəzi yerlərdə isə tamamilə silindiyi müşahidə olunur. Sakinlərin sözlərinə görə, əvvəllər elə yollar var ki, orada piyada zolağı olub, lakin silindiyi üçün indi yoxdur. Xüsusilə axşam və gecə saatlarında yollarda görmə məhdudiyyətinin yaranması səbəbindən bu problem istər sürücülər, istərsə də piyadalar arasında çaşqınlıq və daha çox çətinliklər yaradır. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 17 saylı Yol İstismarı İdarəsinin Göyçay filialına yollandıq. İdarədən Mətbuat Azın sorğusuna cavab olaraq bildirildi ki, bu yolların təmiri onların balansında deyil, Göyçay şəhər bələdiyyəsinin balansındadır. Sorğumuza cavab olaraq Göyçay şəhər bələdiyyəsindən isə bildirildi ki, mövcud problemin həlli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 17 saylı Yol İstismarı İdarəsinin balansındadır. Davud Tarverdiyev, Mətbuat Az.